Pəncəli Teymurov. Bu ad bəlkə də bir çoxuna tanış deyil. Əlbəttə, ermənilərin başına 1 milyard dram qoyduğu bu kölgə adam mümkün qədər gizli fəaliyyət göstərməli idi. Özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqlarından düşmən ordusunda da danışılırdı. Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci illərdə Astara rayonu Bəxtiyar Rüstəmov Asxanakaran tam orta məktəbini bitirib. 1999-cu ildə Astara rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan xüsusi təyinatlı qüvvələrinin kəşfiyyatçı diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov hələ uşaqkən 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbiçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi. O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı Azərbaycanlıları öldürən erməni hərbiçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərziyə salır, böyük çaxnaşma yaradır. Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əskərin olduğu Ural markalı maşını partladaraq onların hamısını məhv edir. Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına 1 milyard dram qoyurlar. Lakin nə qədər cəhd etsələr də onu ələ keçirə bilmirlər. Hətta bir dəfə erməni hərbiçiləri Pəncəlini tutmaq üçün puskuya salırlar. O isə 21 gündən sonra puskudan çıxaraq növbəti dəfə düşməni şoka salır. 2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur. Erməni generalını məhv etmək, hərbiçilərin olduğu maşını partlatmaq, aprel döyüşlərində onlarla erməni əskərinin texnikasını sıradan çıxarmaq. Təbii bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bugün də erməni ordusunda qorxu ilə xatırlanır. Təsadüfi deyil ki, böyük qardaşı Elbrus Teymurov da bunu deyir. Şəhid olandan sonra döyüş yoldaşları dedi ki, Pəncəli sağ ikən öz qisasını almışdı. Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda düşməndən intiqam alıb, şəhid olmağı və 3 rəngli bayrağımıza bükülüb dəfn olmağı arzulamışdı. O, həm bu arzularına çatdı, həm də özündən sonra böyük bir yol qoyub getdi. Hansı ki, bugün o yolla Pəncəli Teymurovun dayısı oğlu gedir. O, cıdır düzündən dərilmiş gülləri Pəncəlinin məzarına düzmək istəyirəm deyərək şəhid qəhrəmanımızın yolunu davam etdirəcəyini bildirib.
Bugün Azərbaycan ordusunda Pəncəli Teymurov kimi yüzlərlə qəhrəman var. Bunu biz də, işğalçı düşmən də yaxşı bilir. Mübariz İbrahimov da, Pəncəli Teymurov da son deyil, başlanğıcdır. Əziz izləyicilər, əgər kanalımıza abunə olmamışsınızsa, videonun aşağısındakı abunə ol düyməsini və zınqrov işarəsini basın. Videonu bəyənməyiniz və şərh yazmağınız bizim üçün önəmlidir.